Salam, bugün sizə 22-33 AT qrupu olaraq təhlükəli yüklərin sinif və yarım sinifləri barədə məlumat verəcəyim. Amma gəlin ilk öncə təhlükəli yük anlayışına izah verək. Təhlükəli yük hava gəmilərində daşınarkən, saxlanarkən və yüklənərkən kənar təsirlərdən, dağılmaya, partlamaya və s. məruz qalan, insanların və digər canlıların sağlamlığına, həyatına, uçuşların təhlükəsizliyinə, eləcə də əmlakın mühafizəsinə təhlükə yarada bilən, həmçinin insanların və heyvanların xəstələnməsinə, ölümünə gətirib çıxarda biləcək əşya və maddələrdir. İndi isə gəlin qrup yoldaşlarımla birlikdə təhlükəli yüklərin siniflərini bir-bir təhlil edək. Mən sizə birinci sinif təhlükəli yükləri və onların yaran sinifləri haqqında məlumat verəcəm. Birinci sinif təhlükəli yüklər partlayıcı maddələrdir və bunlar 6 əsas yarım sinifə bölünürlər. 1.1 yarım sinifi tam kütləsi ilə partlayan maddə və məmulatlardır. 1.2 yarım sinifi tam kütləsilə partlaya bilməyən, lakin partladığı zaman ətrafdakı əşyalara möhkəm zədə vuran və ya səpələnmə təhlükəsi yaradan pirotexniki maddə və məmulatlardır. 1.3 yarım sinifi yandığı zaman böyük miqdarda istilik ayrılan və ya səpələnmə ilə bir-birinin ardınca alovlanan pirotexniki maddə və məmulatlardır. 1.4 yarım sinifi daşınma zamanı alışma və yaxud təhlükəlici təsir olduğu halda cüzi partlayış ehtimalı olmaqdan başqa böyük təhlükəyə malik olmayan maddə və məmulatlardır. 1.5 yarım sinifi çox həssas olmayan və normal daşınma şəraitində təhlük edilmə və yaxud yanmadan detonasiyaya keçmə halları olduqca az olan maddə və məmulatlardır. 1.6 yarım sinifi tam kütləsi ilə partlaya bilməyən, çox cüzi həssaslığı olan maddə və məmulatlardır. 1.4 yarım sinifinin etiketi bu, 1.5 yarım sinifi və 1.6 yarım sinifinin etiketləri isə bunlardır. İndi sizə birinci sinif təhlükəli yüklərin qalbaşdırılması haqqında məlumat verəcəm. Birinci sinifə aid olan partlayıcı maddələr və qurumlar yalnız beynəlxalq standartlara uyğun, möhkəm və təhlükəsiz qablaşdırılmalı hava nəqliyyatı ilə daşına bilər. Qabların üzəri mütləq nişanlanmalı və mühürlənməlidir. Eyni zamanda qabın hazırlanmasında elə materiallardan istifadə edilməlidir ki, daşınma zamanı sürtünmə nəticəsində qızma və alovlanma riski yaranmasın. Qablaşdırılmanın daxili hissəsində metal bağlayıcı detallar varsa, onlar heç bir sıxıntı yaratmamalı və partlayıcı maddə ilə təmas ehtimalı olmamalıdır. Mən isə ikinci sinif təhlükəli yüklər haqqında danışacağam. İkinci sinif təhlükəli yüklər qaza aiddir. Qazlar aşağıdakı yarım siniflərə bölünür. 2.1 yarım sinifi tez alışan qazlar, 2.2 yarım sinifi alışmayan və zəhərləməyin qazlar, 2.3 yarım sinifi zəhərli qazlar. Həmçinin qazların fiziki xüsusiyyətlərinə görə aşağıdakı kimi bölündüyünü xatırlayın. Daimi qazlar, mayeləşdirilmiş qazlar, həll olunmuş qazlar və dərin soyutulmuş qazlar. İkinci sinif təhlükəli yüklərin qablaşdırılma şərtləri qazların daşınması üçün istifadə olunan balon və digər tutumlar mütləq beynəlxalq texniki təhlükəsizlik standartlarına uyğun istehsal edilməlidir. Hər bir balonun üzərində daşınan qazın növünü və təhlükə sinifini göstərən xüsusi nişan və yazılar olmalıdır. Qaz doldurulurkən temperatur artdıqda daxili təzyiqin yüksələcəyi nəzərə alınır. Buna görə də doldurma təzyiqi elə seçilir ki, balonun icazə verilən maksimum işçi təzyiqi aşılmasın. Dərin soyutulmuş maye qazları isə yalnız xüsusi izolyasiyalı təzyiqə davamlı termos tipli tutumlarda daşınır. Balonlar istilik mənbələrindən qığılcım və yanıcı materiallardan uzaqda yerləşdirilməli, hava gəmisinin konstruksiyasına toxunmamalıdır. Sızmaların qarşısını almaq və təhlükəsiz daşınmanı təmin etmək üçün balonların düzgün bərkidilməsi vacib şərtdir. Üçüncü sinif təhlükəli yükdəlikdə tezalışan mayeləri nəzərdə tutulur. Bu mayələrin əsas xüsusiyyəti ondan ibarətdir ki, çox kiçik bir qığılcım, açıq alov və elektrik qapanması belə onları dərhal alovlandıra bilir. Bu mayələr çox tez buxarlanır və hava ilə qarışaraq partlayıcı qarşılıqlar əmələ gətirə bilər. Məhz buna görə də bu sinif təhlükəli yüklər hava nəqliyyatında xüsusi qaydalarla daşınılır. Bu mayələrin bəziləri təkcə tez alışmır, həm də zəhərli və yeyici xüsusiyyətə malik ola bilər. Həmçinin suya, ətraf mühitə düşdükdə zərər törətmə ehtimalı da yüksəkdir. Yəni onlar təkcə yanğın təhlükəsi deyil, həm də kimyəvi xarakter daşıyır. Tezalışan mayelər təhlükəli dərəcələrinə görə 3 qrupa bölünür.
çox təhlükəli, təhlükəli və az təhlükəli. Bu bölgü onların nə qədər sürətli buxarlanması və nə qədər tez alışması ilə bağlıdır. Bundan başqa, 3-cü sinif mayelər alışma temperaturuna görə 3 yarım sinifə ayrılır. Birinci yarım sinifə -18 dərəcədən aşağı alışma temperaturu olan mayelər daxildir. Bunlar ən təhlükəli sayılır. İkinci yarım sinifə alışma temperaturu -18 dərəcə ilə 23 dərəcə arasında olan mayelər yer alır. Üçüncü yarım sinifə isə müsbət 23 dərəcədən 61 dərəcəyə qədər olan alışma temperaturu olan mayelər əhatə edir. Bu sonuncu nisbətən gec alırsa da yenə də təhlükəlidir. Bu isə 3-cü sinif təhlükəliyi üçün etiketidir. Bu sinifin qablaşdırma şərtləri. Bu sinifin qablaşdırılması xüsusi diqqət tələb edir. Tezalışan mayelər yalnız tam kip bağlanan, möhkəm, zədəsiz qablarla daşınıla bilər. Qabların üzərində maddənin adı, miqdarı və təhlükəli nişanları mütləq qeyd olunmalıdır. Ən kiçik bir sızma aşkarlanarsa, belə yük ümumiyyətlə təyyarəyə qəbul edilmir. Bundan başqa, bu mayələrin daxili təzyiqi artmasın deyə bu qablar tam doldurulmur. Qaynama temperaturu aşağı olan mayelər xüsusilə təhlükəli olduğundan adətən qaba maksimum 80%-ə qədər doldurulur. Şüşə butulkalar olduqda onlar mütləq əlavə metal konteynerlərin içində daşınır və arası qopdurucu materiallarla doldurulur ki, hərəkət etməsin və zərbədən qorunsun. Digər qablar kimi metal kanisterlər, bidonlar və çəlləklərdən də istifadə olunur. Uçuş zamanı bu qablar mütləq şəkildə möhkəm bərkidilir ki, təyyarənin hərəkət zamanı tərpənməsin. 4-cü sinif təhlükəliklər tezalışan bərk maddələr haqqında məlumat vermək istəyirəm. Partlayıcı kimi təsnif olmuş maddələr istisna olmaqla daşınması zamanı sürtünmə, rütubətin udulması və kimyəvi reaksiyaların nəticəsində asanlıqla yana bilər və yanının sürətlə yayılmasına səbəb olan maddələr 4-cü sinif təhlükəliklər hesab olunur. Daşınması zamanı bu maddələrin əsas təhlükəsi onların alışma qabiliyyətidir. Bundan əlavə bu maddələr zəhərlilik və korroziyalı kimi əlavə təhlükəliklər yarada bilər. 4-cü sinif təhlükəli işlər öz növbəsində 3 yanı sinifə birləşdirir. 4.1 yanı sinif qığılcım, alov və ya sürtmə kimi xarici alışma mənbələrindən tez alışan və aktiv yanı siniflərinə malik tez alışan bərk maddələrdir. 4.2 yarı sinif adi daşınma şəraitində öz-özünə qızma və alışma xüsusiyyətinə malik maddələr. 4.3 yarı sinif isə su ilə qarşılıqlı təsirdə tez alışan qazlar ayrı maddələrdir. Bəs bu maddələr necə qablaşdırılır? 4-cü sinif adi maddələrin fiziki kimyəvi xüsusiyyətləri müxtəlif olduğundan qablaşdırma maddənin növünə uyğun şəkildə həyata keçirilir. Ümumiyyətlə bu sinif üçün geometrik və sızdırım növü qablar istifadə edilir. Bəzi hallarda maddənin təhlükəli səviyyəsinə asılı olaraq qabın içi xüsusi maye və təsirsiz qazla doldurulur. Daşıma zamanı qabların bütövlüyü davamlı olaraq yoxlanılır. Əgər hər hansı sızma, qızma və ya zədələnmə aşırı edilərsə, yük üçün dərhal təhlükəli son ayrılır. Qablaşdırmada istifadə edilən əsas vasitələr isə şampulalar, metal və polimer qablar, yeşiklər, barabanlar, süd səlləklər və aiddir. Maddələr həm nəmliyə qarşı qorunmalı, həm də yüksək temperatur şəraitində daim nəzarət altında saxlanılmalıdır. 5-ci sinif təhlükəli güclər. 5-ci sinif təhlükəli güclərin bütün maddələri, oksigen ifraz etmə, tezalışan maddələri alışdırma, partlayıcı və yanma prosesində imkan yaratma qabiliyyətinə malikdir. Bu sinif olan bəzi maddələr partlayıcı qarşılıqlar yaratmağa qadirdirlər. Müəyyən şəraitdə isə özləri də partlayıcı ola bilər. 5-ci sinif təhlükəli güclər 2 yarım sinifə bölünür. 5.1-ci yarım sinifi və 5.2-ci yarım sinifi. 5.1-ci yarım sinifi öz-özlüyündən alışmayan, lakin başqalarının alışmasına səbəb ola bilən, yanma zamanı isə asan oksigen ayıran və odun intensivliyi artıran oksidləşdirici maddələrdir. 5.2-ci yarım sinifi çox hallarda alışım oksidləşdirici təsirə malik olan və digər maddələrlə təhlükəli təsirdə ola bilən üzvü peroksidlərdir. Onların çoxu tez alışır, zərbəyə və eləcə də sürtünməyə həssasdır. 5-ci sinif təhlükəli güclərin qablaşdırma şəkli. Bu sinif maddələri yalnız kimyəvi təsirə davamlı, hermetik və kifayət qədər möhkəm qablarda daşınmalıdırlar. Qab materialları daşıdığı maddə ilə reaksiyaya verməməli, oksidləşmə və parçalanma proseslərini sürətləndirməməlidir.
Şüşə, keramika və polimer qablar taxta yeşiklərə yerləşdirilir və aralıq boşluqlar yanmayan hopdurucu materiallarla dolunur. Temperatur artdıqda maddənin genişlənməsi üçün qab daxilində müəyyən boşluqlar saxlanılır. Üzü peroksidlər yüksək aktiv maddələr olduğu üçün onların daşınması zamanı istəyişdən, zərbədən və sürtünmədən xüsusi şəkildə qorunmalı. Axıntı və zədə əlaməti olan qablar qəti şəkildə daşınmır. İndi isə mən sizə 6-cı sinif təhlükəli yüklər barədə danışacağam. 6-cı sinif təhlükəli yüklər zəhərli və yoluxdurucu maddələrdir. Bu maddələr nəfəs aldıqda, bədənin daxilinə və yaxud da səthinə düşdükdə insan və heyvanların ölümünə, zəhərlənməsinə və ağır xəstələnməsinə səbəb ola bilər. 6-cı sinif təhlükəli yüklər 2 yarım sinifə bölünür. Birinci yarım sinif nəfəs alma udma zamanı və yaxud dəriyə düşdükdə insanın ölümünə, ağır iflicinə və ya sağlamlığına ziyan vurma xüsusiyyəti olan zəhərli maddələrdir. İkinci yarım sinif isə insan və heyvanlar üçün yoluxucu, onların sağlamlığına təhlükəli olan və tərkibində xəstəlik yaradan mikroorqanizmlər daşıyan maddələrdir. Birinci yarım sinifin etiketi bu, ikinci yarım sinifin etiketi isə bu şəkildədir. Altıncı sinif təhlükəli yüklərin qablaşdırılma şərtlərinə baxsaq, bu maddələr hava nəqliyyatı ilə yalnız 2 qat germetik qablarda qablaşdırılmalıdır. Qablar buxar sızmasının qarşısını tam şəkildə almalı və ekipajın, həmçinin sərnişinlərin təhlükəsini təmin etməlidir. Maye zəhərli maddələr şüşə, metal və ya polimer butulkalarda qablaşdırılır və hopdurucu materiallarda doldurulmuş metal və ya taxta yeşiklərə yerləşdirilir. Bəlkə maddələr isə möhkəm bankalarda, barabanlarda və xüsusi kisələrdə daşınır. Mən isə 7-ci sinif təhlükəli yüklər haqqında məlumat verəcəm. 7-ci sinif təhlükəli yüklər radioaktiv maddələr xüsusi aktivliyi 74 kiloqram olan radioaktiv maddələrə aid edilir. Hava gəmilərində belə yüklərin təhlükəsiz daşınması şərtləri ümumi aviasiya idarə edilməsi üzrə dövlət orqanlarının xüsusi qaydaları ilə müəyyənləşdirilir. 7-ci sinif ali təhlükəli yüklərin təhlükəliliyi onların alfa, beta və qamma şüalanmasının mənbələrinin olmasıdır. Onların əlavə təhlükəliliyi öz-özünə alışmaları, istilik enerjinin iflas etməsi və ya yerici hissələrə ayrılmalarıdır. Radioaktiv maddələrin xüsusi aktivliyinə görə 4 alt qrupa bölünür ki, bunlardan 7.4-ü fisil daşınmır, digərləri isə 7.1, 7.2, 7.3. Radioaktiv maddələrin qablaşdırılma şərtləri, radioaktiv maddələr xüsusi çox mərtəbəli qoruyucu sistemə malik xüsusi qablar daşınır. Qablaşdırma elə layihələndirilir ki, normal və qəza vəziyyətlərində sızma, şüalanma, ətraf mühitə zərər riski yaranmasın. Bağlamalar zərbəyə, vibrasiya və temperatur dəyişmələrə davamlı olmalıdır. Hər bağlamada radioaktiv səviyyəsi göstərən beynəlxalq nişanlar aydın göstərilməlidir. Təhlükəsizliyi artırmaq üçün qablaşdırmalar, quruluşun və ya ekvivalent qoruyucu materiallardan istifadə olunur. Daşınma zamanı bağlamaların açılması qəti şəkildə qadağandır və qəza anında şüalanmanın tam qarşısını qarşılayan konteynerlərdən istifadə olunur. İndi isə mən sizə 8-ci sinif təhlükəli yüklər barədə danışacağam. 8-ci sinif təhlükəli yüklər korrozyon edici maddələrdir. 8-ci sinif təhlükəli yüklərin qabın bağlamalarının zədələnməsi adlanır. Bu maddələrin daşınmasına və boşaldılmasına iştirak edən heyət üzvləri və personalın bədənində ciddi səviyyədə yanıqlar və gözün selektiv qişəsinin zədələnməsi, eləcə də yanğınlar, hava gəmisinin konstruksiyasının və avadanlıqlarının korroziya etməsinə səbəb ola bilən bütün maddələr müraciət edilir. 8-ci sinif təhlükəli yüklərin qablaşdırılma şərtləri. 8-ci sinif təhlükəli yüklər qablaşdırılan zaman onda kimyəvi təsirlərdən qorunmalı, tam izolyasiya olunmalı və bağlamanın materialı həmin maddə ilə qarşı təsirdə olmamalıdır. Maddə mayelər ikili qoruyucu qablarla daşınır. Daxili qab sızmanı, xarici qab isə mexaniki zərbələrdən qoruyur. Mexaniki və qablaşdırmaların hər birinin üzərində korroziya işarəsi qeyd edilməlidir. İndi isə mən sizə təhlükəli yüklərin ən son sinifi olan 9-cu sinif barədə danışmaq istəyirəm. Yeni digər təhlükəli yüklər. 9-cu sinif ona görə digər təhlükəli yüklər olaraq adlandırılır ki, bu sinifin tərkibinə daxil olan maddələrin digər siniflərdə olduğu kimi heç bir ortaq xüsusiyyəti yoxdur. Bu sinifə daxil olan maddələrin təhlükəlilik dərəcəsi əvvəlki siniflərə nisbətən daha aşağıdır. Ancaq onları heç vaxt tam təhlükəsiz hesab eləmək olmaz.
Çünki bu maddələr əvvəlki 8 sinifdən heç birinə uyğun gəlmir. Amma yenə də zəhərlilik, alışqanlıq, yeyicilik kimi təhlükəli xassələri özündə əks etdirə bilər və daşıma zamanı xüsusi qaydalar tələb edə bilərlər. Bu sinifə aid ən tanınmış nümunələrdən lityum bateriyalarını və avtomobillərdəki təhlükə siyasılarını, yəni airbagləri nümunə göstərə bilərik. Amma mən xüsusilə lityum bateriyaları üzərində dayanmaq istəyirəm. Ona görə ki, lityum Mendeleyev cədvəlinin 3-cü elementidir və bildiyimiz kimi bugün həyatımızın bir çox sahəsində geniş şəkildə istifadə olunur. O bateriyaların istehsalında, şüşə və keramika sənayesində, sürtü maddələrində və nüvə stansiyalarında, hətta raket texnologiyalarında belə istifadə olunur. Lityumun bir üstün cəhəti var ki, o da qatılar arasında ən yüksək istinin tutuluna malik olmalıdır. Buna görə də istiyi daşıyan mayələrin tərkibinə də əlavə olunur. Amma bütün bunlarla yanaşı, lityum həmçinin çox təhlükəli elementdir. Su və turşularla təmasda olduqda partlayış və ya alovlanma riski yarada bilər və bundan əlavə sinir sistemi üçün də həmçinin zəhərlidir. Buna görə də onunla işləyərkən və daşınarkən ciddi təhlükəsizlik tədbirləri görülməlidir. Bugün lityum bateriyaları elektrik alətlərində, elektrik velosiped və avtomobillərdə, hərbi texnikada, aerokosmik texnologiyalarda, enerji saxlama sistemlərində, post və rabitə sayəsində geniş şəkildə istifadə olunur. Yəni demək olar ki, biz hər gün fərqinə varmadan bu təhlükəli yük sinfi ilə birbaşa təmasda oluruq. Ümumiyyətlə 9 sinif təhlükəli yüklər az dərəcədə alışqan, zəhərli və ya yeyici xassəyə malik olan, lakin digər siniflərə aid oluna bilməyən maddələrdir. Onlar təhlükə səviyyələrinə görə aşağı hesab olunsa da, daşınma zamanı yenə də risk daşıyırlar. Sonda vurğulamaq istəyirəm ki, 9 sinif az təhlükəli adlansa da, heç də biz onun təhlükəsiz olduğunu deyə bilməliyik. Əksinə düzgün qablaşdırma, düzgün işarələnmə və qaydalara ciddi əməl olunmasa, bu maddələr insan həyatı və ətraf mühit üçün real təhlükə mənbəyinə çevrilə bilər. Qrup yoldaşlarımla birlikdə təhlükəli yüklərin bütün sinif və yarım siniflərini yaxından təhlil edib, onların etiketlərindən tanış olduq. İndi isə gəlin xidməti etiketlərə yaxından baxaq. Disk sayıca, yəni bura yuxarı tərəfdir, təhlükəli yüklər, lityum materialların UN kodu, hidrogen maye, magnetləşdirilmiş material, qruboz, yalnız kargo təyyarəsində və istidən uzaq tutun. Xidmət etiketlərinə baxaq. Xidmət etiketləri digər təhlükəli yüklərin sinif və yarım siniflərin etiketlərinin yanına vurularaq, ona necə xidmət göstərilməsinin asanlaşdırılmasına öncə istifadə olunur.